Azərbaycanda çoxunun bu məkandan xəbəri yoxdur. Gəlin sizə ötən günlərdə kəşf etdiyim məkandan danışım. Əslində buralının kebab setlərini görüb getmişdim. Nə biləydim ki, içərisi belə çıxacaq. Bu məkanın kebab setlərini bir nəfər yaxınımın ad günündə kəşf etdim. 2 nəfərlik kebab setin qiyməti 60 manatdır və videoda gördüyünüz hər şey setə daxildir. Setlər o qədər bol və dadlı idi ki, 2 nəfərlik qeyd olunsa da 2 nəfərə yeyib bitirmək mümkün deyil. Setlər bir kənara dursun. İçərisinin interyerindən danışmaq istəyirəm. Dostlar, mən ilk dəfə idi ki, bu qədər muzeyə bənzər restoran görürdüm. Məkanın adı Horses Breeze adlanır. Təsəvvür edin, içəridə faytondan tutmuş kiçik qablara qədər hər şeydə at fiqurları var. Bakıda belə konseptli restoranlar demək olar ki, yoxdur. Təsəvvür edin, burada atlarla bəzədilmiş 13 bir-birindən fərqli kabinetlər var. Kabinetlərin tutumu minimum 5-6, maksimum 30 nəfərə qədərdir. Onu da vurğulayım ki, heç bir depozit yoxdur. Bu arada məkanda tez-tez canlı musiqilər və məşhur müğənnilər də çıxış edir. Və buna görə əlavə heç bir xidmət haqqı sizdən tutulmur. Ümumiyyətlə atları sevən biri olaraq mən buranın interyerinə vuruldum. Bura elə bir yerdir ki, siz gərək gedib öz gözünüzlə görəsiniz. Təsəvvür edin, içəridə əsl 16-cı əsrdən qalma faytondan tutmuş qızıl atlara qədər mövcuddur. Dünyanın dörd bir yanından bura at fiqurları gətirilib ki, taya bərabəri yoxdur. Bu qədər lüks restoranda isə qiymətlər çox münasibdir. Təsəvvür edin, 2 nəfərlik xəngəl setləri 29 manat, kebab setləri isə 60 manatdan başlayır. Məkan Horses Breeze adlanır, 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşir.